Salam dostlarımız, hər vaxtınız xeyir olsun. Deməli, bu lepkanın keyfiyyətli olmasını sizin üçün təqdim edirəm. Deməli, bu lepka gördüyünüz kimi kəsiləndə əgər o mişarın kənarlarına süd kimi yığmırsa, belə aplika kimi sıxıntılı bir xırda dənəciklər varsa, bilin ki, keyfiyyətlidir. Bu qaydada olması. Əgər bura süd kimi yığılırsa, gips ora yığılma varsa, o lepka tam keyfiyyətli ola bilməz. Bu hissəsində görürsünüz, mişarın qupqurudur. Deməli, quru olanda bilin ki, bu günlərim çəkdiyimiz lepkadır. Bu qaydada keyfiyyətli. Biz bir kisədən çıxardırıq 5 və 6 metra. Əgər bir kisədən 10-15 metra çıxırsa, heç vaxtında belə bir keyfiyyət ola bilməz. Baxın, görün. Yəni, siz gəlin, biz stanokdan çıxardan lepkamızı da isti-isti kəsək. Bu qaydada belə bir xırda dənəciklər var. Deməli, nədir? Lepkamızı biz keyfiyyətli eləyirik ki, müştərimiz bizdən razı qalsın. Siz də buyurun, gəlin. Biz həqiqətən canla başla bu işlərimizi görürük. Siz də buyurun. Sağ olun, təşəkkürlər edirəm hər birinizə. Bəli.